Space xəbərə baxırsınız. Paytaxtın Yassamalı rayonunda 9 mərtəbəli yaşayış binasının sakinləri problemlərdən təngə gəliblər. Nə binanın lifti işləyir, nə də zirzəmsi çirkab sularından təmizlənir. Sakinlər deyir ki, heç bir qurum problemin həllini üzərinə götürmür. Artıq sakinlər müraciət etmək üçün ünvan da tapmırlar. Hər yerdən əlləri üzülən bina sakinləri bu dəfə Space xəbərə üst tutublar. Binadan liftlərin müddəti keçib, nə dəyişmirlər, nə də vaxtında təmir eləmirlər. Bura Yeni Yasamal Məhəmməd Xiyabani küçəsi 280 ünvanıdır. Çoxmərtəbəli binada lift problemi sakinləri təngə gətirib. Liftin işləməməsi xüsusilə yaşlı və xəstə insanlara çətinlik yaradır. Hazırda biz binanın 1-ci mərtəbəsindəyik. Yuxarı mərtəbələrə çıxmaq istəyirik, amma gördüyünüz kimi liftin görüntüsü var, özü isə yoxdur. Aşağı düşür, geri bir yarım saat aşağıda dayansın ki, təzədən yuxarı qalxsın bu adam. Sakinlər lift problemi ilə bağlı dəfələrlə müxtəlif qurumlara müraciət ediblər. Onlara gəlib baxacağıq deyilsə də, indiyədək məsələ həllini tapmayıb. Sakinlər artıq hara və kimə müraciət edəcəklərini bilmirlər. Və bu aidiyyatı üzrə də dəfələrlə müraciət etmişik. Üzərinə götürən bir təşkilat yoxdur ki, bu problemi aradan qaldırsın. Günlə, 3 gündən dayanır. Zəng də eləyəndə deyirlər ki, gələcək, baxacaq. Gəlir, baxır yalandan ki, lift işləyir, çıxır gedir. Amma o gedəndən sonra yenə həmən şey. 2 gündən, 3 gündən bir o liftdə kimsə qalmalıdır. 3 ildir, 4 ildir deyirlər ki, gələn il dəyişiləcək. Bu gələn il nə vaxtı hələ məlum deyil. Özüm 9-da qaldım və 5 ilə əşya ilə nəsə bir şeylə qaldırmaq çox çətin olur. Dəfələrlə piyada qalxıb düşmüşəm. Binada problem təkcə bununla bitmir. Zirzəmi çirkab suları ilə doludur. Ərazini üfunət qoxusu bürüyüb. Alt zirzəmisi çirkab sularla doludur. Dəfələrlə biz müraciət eləmişik. Gəlirlər, baxırlar, sarğı kimi bağlayıb çıxıb gedirlər. Su basır orada. Çirkab sular da axır orada bildiyimiz. Evdə oturmaq olmur. İndi hələ ki qışdır. Yenə qapı pəncərə bağlıdır. Yenə də amma gəlir illər evə. İndi sababının yayı var. Aidiyyatı qurumlara müraciət eləmişik, xeyri yoxdur, fərq eləmir. Burada durmuşuq, burada qoxusu gəlir. Çünki kanalizasiya suyudur. Yəni təmiz suda deyil. Qışın qış vaxtıdır, indi ağcaqanad var. Çünki nəmişlikdəndir. Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyindən bildirildi ki, tullantı su xəttində tutulma olduğundan rayonun su kanal idarəsinin əməkdaşları xəttin açılmasını təmin ediblər. Bakı Şəhər Lift İstismarı Birliyindən isə bildirildi ki, problem sakinlərin kənar müdaxiləsi nəticəsində baş verib. Hazırda birlik əməkdaşları tərəfindən binanın lifti işlək vəziyyətə gətirilib. Günəş Rızayeva, Nadir Cəlilov, Space xəbər.